Salam əziz izləyicilər. Bugün 20 aprel 2025-ci ildə keçirilən 9-cu siniflərin buraxılış imtahanının riyaziyyat suallarının izahına baxacağıq. Deməli, başlayaq birinci sualı. 1, 7, 9, 5, 3, 6 rəqəmlərindən düzələn ən böyük və ən kiçik 6 rəqəmli ədədlərin fərqini tapın. Başlayaq 2 dənə ədəd düzəltməliyik. Deməli, biri böyük, biri kiçik. Böyük düzəldək. 9, 7, 6, 5, 3, 1, 1, 3, 5, 6, 7, 9. İndi bunların bizdən fərqini soruşur. 11-dən 9 çıxanda 2, deməli 12-dən 7, 5, 14-dən 6, 8, 5-dən 5, 0, sonra deməli 7-dən 3, 4, 9-dan 1, 8 dəqiqə. Aha, 9-dan 1, 8. Deməli, cavabımız 840.852. Cavab A variantı. Keçək növbəti suala. İrrasional ədədlərdən hansı 3/1-dən kiçikdir? Bunları müqayisə etmək üçün biz əvvəlcə 3/1-i də irrasional ədəd kimi göstərək. 3 nədir? Kök həddə 9-dur. İndi bunların görürük ki, sürətləri hamısının bərabərdir. Bizim də qaydamız necə idi? Sürətləri bərabər olan kəsirlərdən məxrəci böyük olan kəsir kiçikdir. Yəni, burada 1 bölü kök həddə 15 hamısından kiçikdir. Sonra keçək 59-cu suala. Kök həddə 0,125 vuraq 16 vuraq 0,36 ifadəsinin qiymətini hesablayın. 0,125-dən kök nə çıxır? 0,5 çıxır. 16-dan kök 4, 0,36-dan da kök 0,6 çıxır. Deməli 0,5-i 4-ə vuranda 2, 2-ni də 0,6-ya vuranda 1,2. Cavabımız A variantı. Keçək 60-a. İstənilən boş olmayan A, B, C çoxluqları üçün münasibətlərdən hansı doğru deyil? Baxaq A variantına. A ilə A-nın kəsişməsi A-dır. Düzdür. A kəsişir B ilə C-nin kəsişməsi də. O da bərabərdir A ilə B-nin kəsişməsinin C ilə kəsişməsindən. Bu da düz ola bilər. C-yə baxaq. A daxildir A ilə B-nin birləşməsindən. Bu da düzdür. A deməli birləşir A ilə B-nin kəsişməsinin A ilə birləşməsi A-nı verir. Bu da düzdür. Amma Y variantına baxaq. B ilə C-nin kəsişməsinin alt çoxluğudur. Burada ola bilməz. Çünki B-nin elementi B ilə C-nin kəsişməsinin elementindən çoxdur. Buna görə də düz variantı belə olmalıydı. B ilə C-nin kəsişməsi B-nin alt çoxluğu olmalıydı. Cavab belə olsaydı əgər düz ola bilərdi. Amma burada səhvdir. Keçək növbətiyə. Kubun tilini 1 vahid artırsaq, onun həcmi 19 vahid artar. Kubun tilini tapın. Tutaq ki, kubun tili əvvəlcə x idi. Bunun tilin sonra nə olur? 1 vahid artır, olur x plus 1. Bu x olanda kubun həcmi nədir? X kubudur. X kubudur. İkinci dəfə həcmi nə olur? X plus 1-in kubu. Deməli nədir? X kubunun üstə 19 gəlsəm, olacaq x plus 1-in kubu. Belə. İndi hesablayaq. X kubu üstə gələk 19 bərabərdir. X kubu üstə gələk 3x kvadrat üstə gələk 3x üstə gələk 1. Aha, x kubları buradan islah gedir. 3x kvadratı üstə gələk 3x çıxaq 18 bərabərdir 0-a. Diskriminant bunun hər tərəfini 3-ə bölək sonra. X kvadrat üstə gələk x çıx 6 bərabərdir 0-a. Bunun da kökləri nə olur? 2 mənfi 3. Cavab B variantı. Yəni, kubun tili 2 imiş. Daxili bucaqların cəmi 1800 dərəcə olan qabarıq çoxbucağın tərəflərinin sayını tapın. Daxili bucaqların cəmi 1800-dür. Bizim düsturumuz var idi. Düzgün çoxbucağın daxili bucaqların cəminin düsturu nə idi? 180 vuraq n-2. Bu da nəyə bərabərdir? 1800 də bərabərdir. Bunlar ixtisar gedir. Qalır burada 10. N çıx 2 10-dursa, n-imiz neçədir elə? 12-dir. Cavab D variantı. Keçək növbəti suala. Velosipedçi 24 km/saat sürətlə gedirək, müəyyən məsafəni 1,1 saata qət etdi. Velosipedçi həmin yolu 18 km/saat sürətlə neçə saata geri qayıdır. Əvvəlcə biz bu neçə kilometr yol gedir onu tapaq. S nəyə bərabərdir? V vuraq T. Yəni 24-ü vuruq 1,5-ə. Bizə nə verir bu? 240, orada da 5, 4, 20, 12, 36 verəcək. Aha, bu nədir deməli? 36 kilometr yoldur. 36 kilometr yoldur. Velosipedçi həmin yolu 18 km/saat sürətlə neçə saata geri qayıdır. Aha, ümumi yol 36-dır. İndi bunun sürəti nə olur? 18 olur. T-ni tapaq. Yəni 18 ilə gedəndə görək neçə saata geri qayıdacaq bu.
T-ni tapmaq üçün 36-nı bölürük 18-ə, cavabımız 2. Y variantı. 64-ə baxaq. A-nın hansı qiymətində 3A plus 9 ifadəsinin qiyməti 4A minus 18 ifadəsinin qiymətindən 3 dəfə böyük olar? 3A plus 9 ifadəsinin qiyməti 4A minus 18 ifadəsinin qiymətindən 3 dəfə böyük olar. Deməli, tənliyimiz bu cürdür. 3A plus 9 bərabərdir 12A çıxaq 54. 9A bərabərdir 63-ə, A da bərabərdir 7-yə. Deməli, cavabımız nədir? 7. 65-ci sual. Yox, 65-ci, hə, düzdür. İfadəsinin qiymətini hesablayın. Sürətə baxırıq, nədir? Müxtəsər olma düsturudur. 10 çıx 8, 10 plus 8. Bölək nə? 18-ə. Bunların ixtisar gedir, qalır 2. Cavab Y variantı. 56-cı sual. 66-cı suala baxaq. Dairəvi diaqramda universitet tələbələrinin fakültələr üzrə sayının faiz ifadəsi göstərmişdir. Televiktoriyada iştirak etmək üçün universitetin bir tələbəsi təsadüfən seçilir. Hansı hadisənin baş vermə ehtimalı ən böyükdür? Baş vermə ehtimalı ən böyük hansının olacaq? Əlbəttə ki, hansının faizi çoxsa, onun baş vermə ehtimalı daha böyük olacaq. Burada rənglər çox aydın görsənmir, amma bu nədir? Təbiət elmləri fakültəsi yəqin ki, bu 39%, bu 26%, 21%, 14%. Aha, 39%-in əlbəttə ki, ehtimalı daha yüksəkdir. Ona görə cavabımız C variantı. Rənglər tam seçilmir, səhv ola bilər, amma o rəngə təbiət elmləri uyğundur. 67-ci suala baxaq. 0,36 ifadəsini sadələşdirin. Əvvəlcə əmsalları vuraq. 0,36-nı vuracam nəyə? Gəlin bunda 10-lu kəsr kimi yazaq. 136 vuraq. 9-da 20, 5, 4. Deməli, bizim əmsalımız 5-də 4-dür. Cavab çıxır D variantı, amma baxaq. Deməli, A üstü -5, A üstü 4. Cəmi nə edir? -1. B üstü 6, B üstü -4. Cəmi nə edir? 2. C üstü 3, C üstü -5. Cəmi nə edir? -2. Cavabımız D variantı. Radiusu 7,5 olan dairənin diametrini tapın. Radiusu 7,5 isə çevrədə. Diametrdə bunun 2 qatı deyil. Olacaq 15. C variantı. Keçək 69-cu suala. Çevrəsinin OY oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın. Aha, bilirik ki, OY oxu ilə kəsişmə nöqtəsi nə deməkdir? X-in 0, Y-in müəyyən bir ədəd olduğu nöqtədir. Yəni, X-ə 0 verib, biz Y-in qiymətlərini tapırıq. Bu nöqtələrdə bu funksiya və yaxud da çevrə Y oxu ilə kəsişir. X-ə 0 verəndə nə olur? 16 üstəgələ Y kvadrat bərabərdir 52-yə, Y kvadrat bərabərdir 36, Y bərabərdir müsbət -6. Deməli, bizim nöqtələrimiz hansılardır? 0, 6 və 0, -6. Cavab B variantı. Keçək 70-ci suala. Tənliyini həll edin. Buradan X-i ortaq vuruq kimi çıxardaq. 4X çıxaq 3 bərabərdir 0. Vuruqlar ayrı-ayrı 0 olmalıdır. 4X çıx 3 bərabərdir 0. X də bərabərdir 4-də 3. 0, 4-də 3 C variantı. 71-ə baxaq. İfadəsinin qiymətini hesablayın. İfadəsini sadələşdirin daha doğrusunu, üzr istəyirəm. Deməli, məxrəcləri bərabərləşdirərik əvvəlcə. X plus A, X minus A. A-nı vuracaq nəyə? X minus A-ya. Çıxacaq A-nı vuracaq X plus A-ya. Aha. Məxrəc nə olur? X kvadrat çıxaq A kvadratı. Sürətə baxaq. AX çıxaq A kvadrat, çıxaq AX plus, yox, çıxaq A kvadrat. Aha. Olur nə? -2A kvadrat bölək X kvadrat çıx A kvadrat. Burada mənfiyə vursaq sürətin məxrəci olacaq 2A kvadrat. A kvadrat çıx X kvadrat. Cavabımız A variantı. Keçək 72-ci suala. 3x çıxaq 3x bölək 2 çıxaq ifadəsi bərabərsinin ən kiçik tam həlini tapın. Hər tərəfi 4-ə vuraram. Olacaq 6x çıxaq 3 kiçikdir 16x çıxaq 20-dən. Burada nə olacaq? 10x böyükdür 17-dən, x böyükdür 1,7-dən. Bunun da ən kiçik tam həlli 2-dir. Mətbəədə rəngli və ağ-qara çap olunan bir vərəqin çap qiyməti cədvəldə verilmişdir. Aha, baxaq. Bu mətbəədə cəmi neçə vərəq var? 4000 vərəq çap etdirib. 4000-in 5-də 1-i ağ-qaradır. Deməli, ağ-qaranı necə tapıram? Ağ-qara. 4000-in 5-də 1-i. Yəni, 800-də nəsə ağ-qaradır. Qalan rənglilər, baxaq, deməli, rənglilərin sayına. 4000-dən bu 800 çıxsam, mənə nə verəcək? 3200-dən də rəngli var. İndi, o mətbəyə neçə manat ödəməlidir?
Ağ-qara 800 nəyin arasındadır? 1 ilə 1500-ün arasındadır. Deməli, bunu 0.35-ə vurmalıyam. Deməli, 800 vuraq 0.35. 3200-ü nəyə vurmalıyam? 1500-dən çox vərəq var rəngdədir. 0.45-ə vurmalıyam deməli. 0.45 vuraq 3200. Bərabər. Getsin. 32 vur 45. Burada da olur 8 vur 35. 835-ə vuran nə edir? 8, 5-im 44 yaddır. 280 burada edir. 32-ni də 45-ə vuranda burada vuraq. 16, 8, 13. 0, 4, 5, 1540 da burada edir. Dəqiq oldu da, hə. İndi 1540 ilə nəyi toplamalıyım? 280 toplamalıyım. 0, 2, 8, 1820 manat pul xərcləyir. Çox xərcləyir. Keçək 74-ə. Təlimlər sistemindən x, y hasini tapın. Normal təlimlər sistemidir. Tərəf-tərəfə toplasaq, y-lər istirak edəcək. Bizə qalacaq x-lər. Olacaq nə? 3x bərabərdir 21. X də bərabərdir 7. Buradan x-imiz 7 çıxır. İndi ikinci təlimdə x-in yerinə 7 qoyaq. 7 plus y bərabərdir 12-dirsə, y də 5 çıxır buradan. Deməli, bizdən nəyə soruşur? X-in y-in hasilinin 5 vur 7 bərabərdir 35-ə. Cavab 35. 75. Avtobusda 30 nəfər sərnişin var. Birinci dayanacaqda 7 nəfər sərnişin düşür. Cəmi 30-dur. 30-dan 7 nəfər düşür. 9 nəfər minir təzədən. İkinci dayanacaqda 14 nəfər düşür. 4 nəfər minir. Aha, avtobusda ikinci dayanacaqdan sonra neçə nəfər sərnişin oldu? Çox sadədir. Deməli, 30-dan 7 çıxanda 23 üstə 9. Nə eləyir bu? 23-ün üstə 9. 32. 32-dən də 10 çıxanda 22. Deməli, cəmi 22 nəfər sərnişin olur. 76-ya baxaq. AB və CD parçaları Y kəsişmə nöqtəsində yarıya bölünür. AB, CD. Yəni, bura bərabər olur. BY, YD, AD nisbəti 6, 4, 9 kimidir. BY, bura 6x-dir. YD, bura 4x-dir. Burada 9x. Həmçinin bura 4x olur. Burada 6x olur. Burada 9x olur. Bizə nə verib deməli? AD'yi üçbucağın perimetrinin 38 verib. AD'yi, hə. 6x üstə gələk 4x plus 9x nədir? Deməli, 38-dir. 19x 38-dirsə, x-imiz 2-dir. X 2-dirsə, CB parçasının uzunluğunu tapın. CB nəyə bərabərdir? 9x-ə. 9 vuraq 2 bərabərdir 18. Cavab 18. 77-ci sual. Deməli, YF paraleldir AC-yə. YF paraleldir AC-yə. YF FC-yə bərabərdir 3. Bura yəqin ki, Y nöqtəsidir. Aha. Çünki bunlar paraleldir. 3, 3, A9, AC 9-dur. Biz gəlin burada oxşarlıqdan istifadə edirik. Bu bucaqlar bərabərdir, çünki uyğun bucaqlardır. Bu bucaq da ortaq bucaqdır. Aha, deməli, üst bucaq Y, B, F paraleldir nəyə? Üst bucaq A, B, C-yə. Paralel yox, oxşardır daha doğrusu, üzr istəyirəm. Deməli, burada oxşarlıqdan istifadə edək. Deməli, YF-in AC-yə nisbəti bərabərdir BF-in BC-yə nisbəti. Bura x desəm, YF-in yerinə nə yazmalıyım? 3 böl 9 bərabərdir x böl 3 plus x. Deməli, 3 burada qalır. X də çıxır 1/5. Cavab 1/5-dir. 78-ci sual. Bir ədədin 25% digər ədədin 50%-nə bərabərdir. Yəni, bu nə demək istəyir? X, Y. X-in 25% bərabərdir nəyə? Y-in 50%-nə. X buradan çıxır 2Y. Deyir ki, bunların fərqi 60-dır. 2Y-lə Y-in fərqi 60-dır. 2Y hardan qoydum? X-lə Y-in fərqi 60-dır. X-in yerinə 2Y qoymuşam. Buradan çıxır Y 60-dır. Y 60 tapdımsa, x nədir? 2y deyildi. 2 vuraq 60, 120 də budur. Bunların cəmi soruşur sonra məndən. X plus y də bərabərdir. 60 plus 120 bərabərdir 180. Cavab 180-dir. 79-cu sual baxaq. Aha. Elnur hər gün eyni miqdarda pul xərcləyir. Laf yaxşı. Elnurun pulunun və xərclədiyi pulun miqdarını göstərən qrafik aşağıda göstərilmişdir. Elnurun pulu neçə günə bitər? Baxaq. Bu insan, bu Elnur,
tutaq ki bir günə x manat pul xərcləyir. Bilmirəm axı nə qədər xərcləyir. Bu 15 günə qalan pulu ilə xərclədiyi pul bir-birinə bərabər olur. Yəni x bir günə x manat pul xərcləyirsə, 15 günə 15x manat pul xərcləyəcək. Bunun xərclədiyi pul nə oldu? 15x. Qalan pul nə olur? 150 minus 15x. Düz deyil. Çünki bütöv 150 manat pulu var bunun. 150-nin 15x-ini xərcləyir. Nə qədər qalır? 150 çıx 15x. Deyir ki, bunlar bir-birinə bərabər olur. Bax 15-ci gündə ona görə 15-ə vurmuşam x-i. 15x bərabərdir 150 minus 15x. 30x bərabərdir 150, x də bərabərdir 5. Deməli bu Elnur günə 5 manat pul xərcləyir. Elnurun pulu neçə günə bitər? 150-ni də böləcəm 5-ə. Bu insan 30 günə 150 manatın hamısını xərcləyib qura bilər. Günə 5 manat xərcləyir. Keçək 80-ə. Yəni cavabımız burada 30 idi uşaqlar. 80-ci soruq. Buranı silək. Aha. Bucaq A 100-dür. Bucaq B 50-dir. D1 D2-yə paraleldir. C-ni soruşur. Gəlin burada paralelləri uzadaq. D2-ni uzadaq məsələn. D1-ə paralel kimi qalacaq. Bura 100-dür. Bura nə olur? 80 olur. Bir tərəf daxili, bir tərəfi bucaqların cəmi 180-dir çünki. Bura 80-dirsə, avtomatik bunun qarşı bucağı nə olur? 80 olur. Burada 80 olur. Burada x deyək. Bucaq C-ni x-nə işarələmişəm. X nəyə bərabərdir? Yəni 3 bucaqda bir xarici bucaq, ona qonşu olmayan 2 daxili bucağın cəminə bərabərdir. 50 plus 80, cavabımız 130 dərəcə. Dərəcədən qoymağı unutmayaq. Aha. 130 dərəcə. Cavab 130. Tərəfi 8 olan ABCD kvadratında S1 böl S2 bərabərdir 1 böl 9 olarsa S2-ni tapın. Deməli, bu kvadratın tərəfi 8-dir. X bura deyirəmsə, 8 minus x bura deyəcəm. Həmçinin bura x, 8 minus x. Gəlin, indi bu, burada kiçik kvadratlar olan kvadrat olmasını ispat edək. Yəni, bu böyük kvadratsa, bunun diagonalı nə olur? 45, 45, 45, 45. Görürsünüz. Hamısı nədir? Kvadrat. Deməli, kvadrat imiş burada. X, x, x. X çıx, yox, 8 çıx x. 8 çıx x. 8 çıx x. Nəysə, tərəflə sahənin mütəsiblindən istifadə edirik. X-in 8 minus x-ə olan nisbətinin kvadratı bərabərdir 9-da 1-ə. 9 burada biraz. Aha. 9-da 1-ə. Hər tərəfdən kök alıram. X böl 8 minus x bərabərdir 3-də 1-dirsə, 3x bərabərdir 8 minus x, x də bərabərdir 2. X 2-dirsə, bu 8 minus x nə olur? 6 olur. Bizdən nə soruşur? ABC bu ştrixlənmiş hissə S2-ni soruşur. S2 nədir? Yəni 6 vur 6 bölə 2, o da olur 18. Düzbucaqlı üçbucağın sahəsindən getdim. Və yaxud da burada bura K deyirəm, bura M deyirəm. A, K, M. Bura S deməyim də, N deyim. A, K, M, N kvadratının sahəsində tapıb yarıya bölsə, yenə də biz 18 verəcək. Bugünlük bu qədər uşaqlar. Növbəti videolarda görüşərik inşallah. Yaxşı suallar idi. Keçən dəfəkindən amma biraz ağır formadaydı. Ağır deməzdim, keçən səfərkindən sambalı suallar idi. İnşallah növbəti həftə imtahan verən uşaqlar da uğurlar arzulayıram. Sağ olun.